Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 297 nömrəli məktəbin yaxınlığında, Ploşada məktəbə yaxın yerdə, hündür bir ərazidə, havası təmiz olan ərazidə, demək, hörmətli izləyicilər, bir evimiz çıxıb satışa. Evin düzdə həyəti yoxdur, amma panoraması gözəl. Ev təmirlidir, ev şəxsi tikildir, ev sahibi özdə inşalətdirib, evi özdə tikib, usta da özdə. Yəni, nəzərinizə çatdırın, evin təmirində, tikişdə problem deyir, kolonlarla tikilib, indi ətraflı məlumatı sizə çatdıracaq. Evin tikişdə bütün nə varsa, hamısını sizin nəzərinizə çatdıracaq. Demək, gördüyünüz ki, bax, bura giriş hissəsidir. Hörmətli izləyicilər, baxın, bax, bir dənə burada qapıdan giriş hissəsi təmirsizdir. Bunu da göz mıncığı kimi deyək, yəni hələ ki, burada, amma elə bir xərici yoxdur. Giriş hissəsi çöldən birbaşa girişdir. Həyəti yoxdur. Qarajı bir dənə çöldə var. Bunu nəzərinizə çatdırım ki, maşın saxlaması üçün qarajı var. Demək, girən kimi dəhlizdir. Dəhlizdən girən kimi sol tərəfdə sanuzeli birinci. Sanuzeli gördüyünüz kimi təmir vəziyyətdədir. Ev, demək, burada qonaq otağıdır. Eyni hardasa 4 metrdən çoxdur, uzunluğu da bir 5-dən çoxdur. Bu hissəsi, bax, belə. İndi bir dənə sizə göstərim. Amma yer super kimi hündür bir ərazidir. Bunu bir dənə sizə göstərim. Baxın, düz Biləcərin ən hündür yeridir. Bütün də məktəb zətdə burada yaxında aşağıdadır. Yaxındadır. Hündür bir yerdir. Görürsünüz, hörmətli izləyicilər. Havası da təmiz olan ərazidir. Özdə 5 otaqdır. Demək, 3 otaq burada yuxarıda tikib 2 mərtəbədir. Yəni, bunu nəzərinizə çatdırım. Demək, burada bir dənə, hörmətli izləyicilər. Baxın, bax. Bir dənə mətbəx hissəsidir. Mətbəxi sağlam vəziyyətdədir mətbəx mebellər. Ev kolonlarla tikilib. Yuxarıdan, böyürdən, soldan, hündür yer də tikilib. Ev sahibi, ustadır, özü kolonlar. İç otu burada. Görürsünüz, hörmətli izləyicilər. Yəni, tam rahatçılıqla təmirdə qaydasındadır. Demək, bir zal burada, bir də burada bir yataq var. 4 otaqdır deyəsən. Mən 5 dedim, 4 otaq. Burada bir də yataq otağı var. Bu da pəncərələri, özü ev skvacin yoxdur, havalıdır. Burada da bir dənə, görürsünüz, həmin əraziyə baxır, arxa tərəfə. Burada bir yataq otağıdır. Sənədi, bələdiyyə sənədi var. Yəni, nəzərinizə çatdırım, hörmətli izləyicilər. Demək, bir qonaq otağı, bir yataq otağı, bu da mətbəxdir. Orası hissəsidir, mətbəxdə oturan ki, studiya zal kimi eləyib, amma park, yəni oturmaq üçün ən əlverişli bir yerdir. Keçən də aşağı düşəyin, aşağıdakı otaqlarla tanış olaq. Gördünüz mü? Buradan düşürük ikinci mərtəbə, betondur. Ara mərtəbəndə bir hissəsi monolitdir. Buradan düşürük aşağı, baxın, bax bura. 2 də otaq burada, 4 otaqdır. Baxın, bax, burada bir dənə bir yataq otağı, uşaq otağıdır. Bax, kolonlara baxın. Qıraqlardan da verib, yuxarılardan da verib. Evi təmiz, ev sahibi, ustadır, özü kolonlardan tikib. Yəni, ev keyfiyyətli evdir. Hündür bir yerdə tiksə də, burada da bir dənə, yenə, geniş bir yataq otağıdır, 15-16 kvadrat olar. 16 kvadratdan çoxdur hələ, 16-18 kvadrat var. Bunun da pəncərləri düz, bax, hündür yerə baxır. Bir dənə də ətraflı belə baxıq. Bir çəkim, göstərim. Bu da bunun arxasındakı olan yerdir. Görürsünüz, hörmətli izləyicilər. Aşağıda da evlərdir. Yəni, ev yeri, hündür yer, havalı yer, təmiz olan yerdir. Havası təmiz olan yerdir. Ev sahibi də özdən inşa elətdirib. Yəni, hər şey qaydasındadır, hörmətli izləyicilər. Təmir də super. Bir dənə həyəti yoxdur, amma qarajı var. Çöldə ev sahibinin bir dənə qarajı var. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə, 055-389-38-08 nömrəsi ilə əlaqə saxlasın, evlərin satılmanına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin yenə nəzərinizə çatdırıram. 297 nömrəli məktəbdən yuxarıda yerləşir, hündür yerdə yerləşir. Demək, qapının ağzına qədər demək olar, asfaltlı sənədi, bələdiyyə, arxivli sənəddir. Qiymət 125.000 start qiymətdir, 4 otaqdır. Real alıcı olsa endirim olmağına olacaq, birbaşa sahibi ilə görüşəcək. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satan.